Kimə salıb gedib dağlarda Naxçıvanı qurmağa hazıram. Buna da təcrübəm də var, hələ ki gücüm də var. Ancaq xahiş edirəm ki, sözlərimi necə bir səmimi söz kimi qəbul edəsiniz, məni başa düşəsiniz və xahiş edirəm ki, bu məsələni müzakirə etməyəsiniz. Bütün bunları göstərməkdə məqsədimiz bilirsiniz nədir? Heydər Əliyevin doğrudan hakimiyyətə gəlmək istəmədiyini sübut eləmək. İndi isə bu kadrlara baxmağınızı istəyirəm. Heydər Əliyev artıq Naxçıvan Ali Məclisinin sədri seçiblər, amma o narazılıqla başını yırğalayır. Sonra bu emosional çıxışını edir. Mən sizin hamınıza minnətdaram. Bir dəfə fikirləşin. Tarixi məsələ. Fikirləşin. Bir də nəfis edin. Fikirləşin. Bir də götür qoyayım. Mən xahiş edirəm, mənim xahişimi siz ödəyəsiniz. Burada rol yoxdur. Özünü naza çəkmək yoxdur. Yaşlı, nasazla vurulmuş bir qocaman siyasətçinin xalq qarşısında etirafı və məsuliyyəti var. Amma seçilir, başqa yolu qalmır. İndi isə daha maraqlı bir hadisə haqqında. Əliyev buna qədər və bundan sonra da daxil olmaqla uzun müddət ondan soruşulan sualların cavabını məhz bu zaman parçasında verir. Heç vaxt etmədiyi etiraflarla. Mən məsələ partiyadan çıxanda da, Ali Səviyyənin sessiyasında da, dünən burada da partiya xidmət etdiyim devirdə, rəhbər olduğum vaxt, buraxdığım səhvləri etiraf etdim. Bürünsün qalı qarşınızda etiraf edirəm ki, mənim səhvlərim olubdur. Mən Respublika rəhbərliyi edən vaxtdır. Axı bu səhvlərin səbəbi nə oldu? Mən o səhvləri buraxmaq istəməmişəm. Bu sistemin, bu komünist partiyasının yaratdığı bu diktatura hakimiyyətinin, bilirsən, hökmündən gələn səhvlərdir bunlar. Ona görə də indi bəzi adamlar özlərini bu səhvlərdən qoruya bilirlər, bəziləri qoruya bilmirlər. Sovet İttifaqının rəhbəri Leonid Brejnevin münasibətlərini ona ayrı tutanlara verdiyi cavab isə budur. Şevernazı 3 il mən hakimiyyətə gələndən sonra hakimiyyətə gəlib Gürcüstanda. Azərbaycan Partiya Təşkilatının atdığı addımları ondan da çox atdı. Brejnevi məndən də Azərbaycan Partiya Təşkilatından da çox tərifliyibdir. 81-ci ildə Gürcüstanın 60 illiyi gedəndə mən getmişdim oraya, Azərbaycanın nümayəndələri vardı. Bütün ölkə yığılmışdı oraya. Ondan bir il sonra Brejnev Azərbaycana gələndə biz onların təcrübəsindən götürdük, istifadə elədik. Amma bir dəfə Şevernazının adı çəkilmədi. Amma Əliyevin üstünə düşdülər. Brejnev gəlibdi bura, nə bilim Brejnevə xançal verib. Bu hekayətdə xançal bağışlamışlar Tiflis aeroportunda Brejnevə. Özü də ki, köhnə, nə bilim, Gürcü xançalı hansı qiymətli. Bizim bu gəldilər, bu veteranlar ki, Qubaçıdan nədir o, ləzgilər qayıran, bir dənə xançal gətirmişik, onu bağışlayaq, dedim, yaxşı gətirin, bağışlayaq. Bunu 3-4 ildir hallandırırlar, amma Şevernazı demokrat olur. Qarbaçov, Brejnevin ən yaxın adamı, Qarbaçov indi demokratdır, amma Əliyev bir reaksiyalar edir. O birislərin də adlarını çəkərlər. Ona görə bu bizim xalqın bədbaxtlıqdır. Mən də bu bədbaxtlığın qurbanı olmuşam indiyə qədər. Başa düşürsünüz? İndi isə daha bir cavab haqqında. Sanki bu cavab mənim sualıma verilir. Doğrudur, mən o sual ona çox-çox sorular verəcəkdim və görünür vaxtını və yerini düzgün hesablamadığından Əliyevin qəzəbinə tuş gələcəkdim. Rusiya səfəri ərəfəsində mənim ona verdiyim sual belə olacaqdı. Heydər müəllim, Yeltsin İspovet na zadanную temu kitabında sizin haqqınıza bir sıra xoşa gəlməz şeylər yazıb. Siz bütün bunlardan sonra onunla bir stol arxasında necə ələşəcəksiniz? Cavab olmayacaqdı. Sərt bir reaksiya ilə üzləşəcəkdim. Mühafizəçilər məni mikrofondan uzaqlaşdıracaqdılar. Amma indi Naxçıvan Muxtar Respublikasında əhalinin qarşısında böyük bir etiraf günüdür və Heydər Əliyev ona verilməyən bütün suallara cavab verir. Bu da mənim sualımın cavabı. Yeltsinin şəxsiyyəti mənə çox yaxşı məlumdur. Mən bu barədə heç bir şey danışmaq istəmirəm. Əgər inciməyə qalsa, mənim ondan hamıdan çox inciməyə haqqım var. Çünki o əsassız olaraq məni öz kitabında təhqir edir. Ancaq Yeltsin demokratiya uğrunda fədakar mübarizə apardığına görə və demokratiyanın Rusiyada inkişaf etməsində böyük roluna görə və nihayət 19-22-sində o devlət çevrilişində qəhrəmanlıq göstərdiyinə görə mənim Yeltsinə bütün Rusiya parlamentinin demokrat deputatlarına böyük hörmətim var. Əliyev Mütəllibov hakimiyyətini
Məmməd Əmin Rəsulzadəyə münasibətə görə də tənqid edir. Diqqətlə qulaq asın, son dərəcə maraqlıdır. Azərbaycanda istiqlaliyyəti birinci qaldıran 18-ci ildə Məmməd Əmin Rəsulzadənin bir dənə orada şəkili yoxudur, bir dənə şüvarı yoxudur. Ancaq şüvarlar ondan ibarətdir ki, mütəlliq oxu müdafiə eləmək lazımdır, mütəlliq oxunda rəhli şəkilləri bütün orada xəllərlər.